Bugün sizlərlə əmək haqqının necə daxil edilməsi və ödənilməsi haqqında öyrənəcəyik. Gəlin başlayaq. İlk öncə biz burada həm iki tərəfdən əmək haqqının ödənilməsi və yaxud da qeyd edilməsini öyrənə bilərik. Yəni istifadə edə bilərik. Birincisi aşağı hissədə olan bu əmək haqqı yazılan və yaxud da yuxarı hissədə olan əmək haqqı yazılan hissədə. Burada yuxarı hissədə məlumatlar çoxdur deyə ola bilər ki, qarışdırarsınız. Ən yaxşısı gəlin elə aşağı hissədən istifadə edək. Burada əmək haqqı hissəsinə daxil olandan sonra belə görürük ki, 4 dənə bizə menyu açılıb. Birinci işçilərin əmək haqqının hesablanması, sonra əmək haqqının bəyanatı və digərləri. Biz əsasən bu 4 mərhələdən keçəcəyik. Birincisi odur ki, ən əsas budur. Bu hesablanması o deməkdir ki, biz bildiyimiz kimi bizim əmək haqqımız hesablanır və ondan sonra onlardan tutulmalar olur. Biz bir seydə də onları etməliyik. Yəni bu birinci xana onu göstərir və bu zamanı biz artıq onu təsdiqləyəcəyik, tutulmaları daxil edəcəyik. İkinci olan əmək haqqı bəyanatı artıq biz ödənişin edilməsi, yəni artıq metodu seçəcəyik ki, necə ödəniş edə bilərik, necə formada edək və s. kimi. Və üçüncü məxaric orderinin maaşların verilməsi isə artıq burada ödənişlərin edilməsidir. Bu depozitə qoyulması çox da istifadə olunmur. Bu o halda istifadə olunur ki, ola bilər ki, işçi maaşını götürməsin və bu zamanı depozitə qoyulur ki, yəni növbəti səfər onun maaşına ya əlavə olunur, ya da ödənilir. İndi isə gəlin elə ilk başdan başlayaq artıq işçilərin əmək haqqının hesablanmasına. Bunu klikləyirik, görürük bura boşdur və yenidən əlavə etməyə sıxırıq. Və artıq belə bir pəncərə açılır bizə və başlayırıq məlumatlarımızı qeyd etməyə. İşçilər əmək haqqının hesablanması zamanı diqqət edilməsi ən əsas vacib hissə tarixdir. Bəzən bu tarixi qeyd edirlər və görürük ki, burada göstərir artıq ayın 30-udur, yəni aprelin 30-u. Bu demək deyil ki, bugün ayın 30-udur. Həmişə yadınızda saxlayın ki, əmək haqqı hesablanan zamanı elə bir ayın tamam olmasından sonra hesablanır. Biz yəni işçinin nə vaxt qeyd ediriksə, nə vaxt götürürsə fərqi yoxdur. Elə bir aydan bir hesablanır. Yəni ayın 31-dən 30-una qədər, 31-nə qədər indi hansı ayı neçə gündürsə o vaxtda hesablanır. İndi bizdə ayın aprelin 30 gündür deyə elə bir o tamam kimi 30-u göstərir. Amma biz əlbəttə ki, bu tarixi istifadə etməyəcəyik. Çünki bunu istifadə etsək bizdə görünməyəcək. Çünki bizim şirkətimiz 2025-ci ildə aparılan fəaliyyət üzərində qurulur. Ona görə də biz o üzrə aparacağıq fəaliyyətlərimizi. Dediyimiz kimi biz ilk öncə kadrlar uçotuna baxsaq görürük ki, burada ayın 1-dən biz elə bir işçimizi qəbul etmişik. Ona görə də gəlin elə tariximizi də yazaq 01 ayın 31-i 2025. Yəni bu ərzində kimə elə bir maaş verməmişiksə, artıq onların bütün dellaları həmin şəxsə gəlib düşsün ki, onları biz başlayaq bir tutulmalarını edək. Bunun üçün sonra bu hesablamanın düzəlişini klikləmək lazımdır ki, o artıq doldurmada düşə bilsin. Daha sonra gəlir bu təşkilat. Təşkilat da ki, ola bilər ki, siz onlayn işləyirsiniz, yəni sərbəst mühasibsiniz və bu zamanı bir çox şirkətlə işləyirsinizsə, buradan seçə bilərsiniz. Yox, əgər ofis daxilində işləyirsinizsə, artıq öz şirkətinizi seçməniz lazımdır. Sonra gəlir ikinci əsas məsələ odur ki, şöbənin seçilməsi. Bu nə vaxt olur? Yəni burada 3 düyməni sıxmaqla seçə bilirik. Belə bir hal ola bilər. Ola bilər ki, bir şirkət eyni anda bütün işçilərə maaşını ödəsin. Elə ola bilər ki, şöbə-şöbə ödəsin. Bəzən elə olur ki, deyirlər ki, məsəl üçün, istehsal şöbəsinə bugün maaş oturub, deməli, növbəti gündə maliyyə şöbəsinə oturacaq. Əgər sizin şirkətiniz bu şöbə-şöbə ödəyirsə, o zamanı buradan klikləməklə şöbələri seçə bilərsiniz. Və həmin şöbələrdə nə qədər işçiniz varsa, avtomatik olaraq düşür və ödəniş edilir. Yox, əgər bütün şirkətlər üzərində nə qədər işçiniz varsa, hamısına eyni anda ödəmək istəyirsinizsə, o zaman buranı boş saxlamanız kifayət edir.
Burada müxtəlif formada siz əməkdaşlarınızı daxil edə bilərsiniz. Əgər üstəgəlməni klikləsəz, o zamanı tək-tək əlavə etməli olacaqsınız ki, bu da əlbəttə ki, vaxt aparır. Ola bilər ki, siz iri şirkətdə işləyirsiniz, yəni bunu 1000-dən çoxdursa, bunu hər birini daxil etmək bir yorucudur. Ən rahat yol doldurmaq üsuludur. Yəni seçməklə də edə bilərsiniz, amma ən rahatı doldurmadır. Doldurmanı klikləyirsiniz və plan əlavə etmək üzrə ola bilər, seçə bilərsiniz, ola bilər siz işçilərin siyahısı üzrə. Ən çox plan əlavə etmələri üzrə olur. Onu klikləməklə belə bir məlumat çıxır. Yenə klikləyirsiniz və yenə klikləyirsiniz və bu da avtomatik olaraq düşür. İndi bizim bir dənə işçimiz var deyə bir dənə işçimiz düşdü. Yəni onun haqqında görürük ki, Aliyeva Sama və şöbə üzrə, yəni hansı şöbədə işləyir, maaşı hansı kateqoriya üzrə maaş alır və hesablanmış və cəmi maaşı. Artıq burada hesablanmışı da verir. Və sonra gəlir bunun gəlir vergisi, pensiya fondu, işsizlik üzrə və digər tutulmalar. Burada fikir versəz görürsünüz ki, burada əslində 3 dənədir, amma biz bildiyimiz kimi bizim 4 dənə tutulmamız olur. Bu əlbəttə ki, bir şeydə köhnə olduğuna görə burada 3-ü daxil edilib və görürük ki, burada hələ ki heç bir vergi və yaxud da hesablanmayıb. Əslində real iş müddətində bunlar hər biri hesablanır. Sizin bir-bir əlavə etmənizə ehtiyac yoxdur. Sadəcə olaraq siz günləri nə qədər işləyib və s. kimi onları əlavə edirsiniz. Amma avtomatik olaraq bir şey sizin əvəzinizə hesablayır. Təlim xarakterli olduğuna görə məcburən özümüz hesablayacağıq. Əlbəttə ki, necə hesablayacağıq onu da indi sizə izah edəcəm. Və bildiyimiz kimi indi bu 1000 manat maaş alır deyə bunun gəlir vergisi yoxdur. Və bildiyimiz kimi keçmişdə, yəni 2025-ə qədər 8000-ə qədər güzəşt olunurdu və ona görə də bu gəlir vergisi yoxdursa, təlim xarakterlidir. Onu silirik ki, bizə ehtiyac yoxdur bunu daxil etməyə. Sonra keçirik DSMF-imizə. DSMF-imizdə gördüyümüz kimi artıq burada 2 dənə kateqoriya verilib, 3% və 22%. Qeyd etdiyim kimi bu 2025-ə daxildir. Ona görə də bu formada verilib. Bildiyimiz kimi artıq 2026-da müəyyən dərəcədə faiz dəyişikliyi oldu. Və onun üçün də biz mütləq şəkildə bunları əllə daxil etməliyik. Necə daxil edəcəyik? Əlbəttə ki, Excel-in köməkliyi ilə biz artıq burada gördüyümüz kimi maaşımızı daxil etmişik və Excel bizi avtomatik hesablayır. Görürük ki, gəlir vergimizi hesablamayıb. DSMF-imiz 86 manatdır. Amma deməli, şirkət üçün 164 manatdır və biz həmin o məlumatları bura hər birini qeyd etmək lazımdır. 2 dəfə klikləyirsiniz, aktivləşir və məlumatlarınızı daxil edirsiniz. Bizim deməli, bu 86 manat alırdı işçi kimi, yəni 3% o göstərir ki, bu işçidir, amma 22% onu göstərir ki, bu şirkətdir. Əlbəttə ki, biz 2026-dan hesablayırıq da, bir də 2025-ə qayıtmırıq. Ona görə də təxmini burada rəqəmlər qoyacağıq. Yəni, bu o demək deyil ki, %100 rəqəmlər doğrudur. Sadəcə olaraq gəlin elə 87 götürək, çünki yuvarlaşdıraq onu. Və DSMF-imizdə burada şirkətimiz nə qədər ödəməlidir? 164 manat. Bunumuzu da qeyd etdik. Bir də bir şey qeyd edim ki, mütləq şəkildə burada save düyməsini sıxın ki, o yaddaşa versin. Bu düzdür, həmişə belə real iş mühitində olmayacaq. Qeyd etdiyim kimi artıq sizə ehtiyac qalmır bunu etməyə. O özü avtomatik olaraq hesablayır onu. Bunu klikləyirsiniz, avtomatik olaraq hesablayır. Sonra gəlir işsizlik üzrə. Görürük ki, işsizlik üzrə də var. Bunun işsizlik üzrə nə qədər idi? 5 manat tutulması olub bunun əslində. Bildiyimiz kimi hamısında eyni idi bu tutulmalar. Yəni ona daxil etməyə ehtiyac yoxdur. Ona görə də 5 manatı yazıb, sonra yenidən save etmək lazımdır ki, yaddaşa düşsün. Yaxşı, bəs digər tutulmanı nə etmək lazımdır? Onu digər tutulmaları daxil edə bilərsiniz. Burada əlavə etməyə sıxmaqla icbari tibbi sığortaya əlavə edə bilərsiniz. Amma indi bugün əlavə etməyəcək ki, vaxtımız getməsin bizim. Və bu şəkildə artıq biz doldurma etdik. Gördüyümüz kimi işsizlik üzrə etdik. Gəlir vergisini etdik. Yəni burada hesablanı klikləməklə o öz avtomatik qeyd etdiyim kimi hesablayır. Yəni burada belə klikləyirsiniz, hesablayır. Amma indi bizdə təlimdə deyil, o hesablamayacaq.
Və sonra gəlir aşağı hissəsinə. Aşağı hissəsində də məsuliyyətli şəxs, yəni bunu ə, maaşı kim ödəyəcəksə onu klikləmək lazımdır. Buradan istəsə seçə bilərsiniz, istəsə əlavə edə bilərsiniz. Kimi ödəniş edəcək, ola bilər müdiriyyət olsun, ola bilər mühasibə olsun və s. kimi. Sonra şərh hissəsində də istəsəz əmək haqqı yaza bilərsiniz. Məsəl üçün, əmək haqqı ödənilməsi. Yəni, bu cür şərhlər də yaza bilərsiniz. Şərh elə də vacib deyil, sadəcə olaraq sizin rahat gələcəkdə məlumatı tapmanıza köməklik edir. Və artıq heç bir şeyə dəyişiklik etməyə ehtiyac olmadığına görə biz bunu keçirməyə klikləyirik. Yəni, OK düyməsini də sıxa bilərsiniz. Burada bu ox işarəsinə də klikləyə bilərsiniz və klikləməklə artıq görürük ki, qeydiyyatdan keçirilmişdir. Bu o deməkdir ki, artıq biz şirkətimizin, yəni əmək haqqısını artıq hesabladıq. Burada daxil olsa işçilərin hesablanmasına görürük ki, artıq avtomatik olaraq düşdü. Hansı ayın? Görürük ki, ayın yanvarın 1-i olur. Bu tarix o deməkdir ki, yəni veriləcək maaşdır. Şərh hissəmizdə də, yəni mən belə qısa yazdım. Siz uzun da yaza bilərsiniz. Hansı işçilərimizə ödəniləcək o da düşüb. İndi gəlin onun DTK-sına baxaq. Görək birisi necə onu yaddaşa verib. Və DTK-sına baxsaq, görürük ki, artıq avtomatik olaraq belə bir bizə məlumat qeyd edib. Bu artıq bizə bir şey xərc kimi yaradıb. 721 əmək haqqıdır, vergidir, bu sığortalardır. Olan hamısı xərc kimi 721-ə atıb. Sonra burada 533-dür. Bu da əmək haqqının bizim borcumuzdur. Yəni bildiyimiz kimi bir şey mütləq şəkildə əvvəlcə borc kimi tanıyır, ondan sonra onu nağdlaşdırır və yaxud da ödəniş kimi tanıyır. Və artıq görürük ki, borc kimi tanıyır. Yəni artıq bizim elə bir borcumuz var burada və nə qədərdir 1000 manatdır, amma ondan yanaşı bizim sığortamız da var. Görürsünüz ki, sosial sığorta üzrə hesablamalardır. Bu 164 manat, yəni 522.01. Onu göstərir ki, bu şirkətdən tutulan DSMF-dir. Amma burada 87 manat isə bu pensiya sığortası 02 isə artıq işçidən tutulacaq DSMF-sidir. Sonra burada 5 dənə, 2 dənə 5 manat var. 04-dür, biri 03-dür. İkinci 5, 04 olan, yəni 522.04 olan. Bu bizim artıq şirkətdən tutulacaq işsizlik üzrə olan tutulmadır. İkinci olan 03 isə əmək haqqıdan olan tutulmadır. İndi biz gələcəkdə artıq bunların hər birini müəyyən edəcəyik, yəni ödəniş edəcəyik. Həm onu vergiyə ödəniş edəcəyik, həm bu DSMF-yə və s. kimi fondlara mütləq şəkildə sonda hesablayıb ödəniş etmək lazımdır. Qeyd edim ki, əmək haqqı artıq ödənildikdən sonra 5 gün ərzində bunların hər biri ödəniş olunmalıdır. Və sonra burada məsələn işçilər hesablanması var. Məsəl üçün kim qəbul edib, hansıdır bu məlumatı görə bilərsiniz. Artıq gördük ki, avtomatik olaraq bizi hesabladı. 1000 manatdan cəmisi biz 908 manat ödəniş edəcəyik işçiyə. Gəlir vergisindəki gəlir vergisindən hesablanma, yəni tutmayıb, çünki aşağı idi maaşı. Sonra gəlir bu ümumi tutulmalardır, PDF büdcə hesablanmasıdır. Gördüyümüz kimi artıq vergi bizim borcumuz yaranıb, mütləq şəkildə bunlar ödənməlidir. DSMF-lərimizdir bu bizim. Sonra bu bizim elə bir ümumi məlumatlardır ki, nə qədər ödəniş ediləcək. Və bir sözlə bu şəkildə artıq biz analiz edə bilərik və sonda artıq müəyyən edirik ki, şəxsimiz nə qədər ödəniş edəcək, nə qədər ödəniş olunmayacaq. Və indi növbəti dərsdə artıq biz bunların hər birini ödəniş edəcəyik. İlk öncə əməkdaşımızın maaşını ödəyək, ondan sonra növbə ilə artıq dövlətin borclarını ödəyərik.